daha bir ölkə ölümcül xəstələrinə intihar üçün icazə verdi. Yəni, əgər ağır xəstədirsə və yaşamaq istəmirsə, həkimə gedib, mən ölmək istəyirəm deyəcəklər və bununla da onların həyatına son veriləcək. Baxaq görək, hansı ölkədir və bu qərarı niyə qəbul edib? Ümumiyyətlə, nə düşünürsünüz bu barədə? Ağır xəstəliklə yaşamaq daha doğrudur, yoxsa həyatına son vermək qərarı almaq? Həmin ölkədə isə təbii ki, din xadimləri bu qanunun qəbul edilməsinə çox ciddi etiraz ediblər. Ağır xəstələr həkim nəzarəti ilə həyatına son verilə biləcək. Uruqvay Senatı Latın Amerikasında ilk dəfə evtanaziyanı qanuniləşdirib. 31 senator iştirak etdiyi iclasda 20-si əleyhinə səs verib. Qanuna görə psixi sağlam yetkin şəxslər sağalmayan terminal xəstəliyi olanlar həkim nəzarəti ilə həyatına son verə biləcək. Uruqvay sosial-liberal qanunları ilə tanınır. Ölkədə marixuana, eyni cinsli nikahlar və abortlar qanuniləşdirilib. 10 saat davam edən debatlardan sonra qanun qəbul olunub, bəzi iştirakçılar isə qatil qışqırıqları ilə etiraz edib. Senator Patricia Kramer bildirib ki, ictimai rəy bizdən bununla məşğul olmağı tələb edir. Sorğuya əsasən Uruqvaylıların 60%-i evtanaziyanı dəstəkləyir. Ən böyük müqavimət isə Katolik kilsəsindən gəlib. Qanuna əsasən evtanaziya etmək istəyənlər şəxsi yazılı müraciət təqdim edəcək və ölüm prosesi ağrısız, sakit həyata keçiriləcək. Uruqvay Latın Amerikasında qanunla evtanaziyanı təsdiqləyən ilk ölkədir. Kolumbiya və Ekvador isə bu praktikayı yalnız cinayət saymamaqla qəbul edib. Xatırladaq ki, evtanaziya Belçika, Niderland, Lüksemburq, İspaniya, Kanada, Kolumbiya və Amerika Birləşmiş Ştatının bəzi ştatlarında qanunidir.